Dostlar salam, hər birinizi salamlayıram. Andex tərəfindən keçirilən Excel Olimpiyadasının 3-cü mərhələsinə gəlməniz münasibətilə hər birinizi təbrik edirəm. Artıq 200-300 iştirakçı arasından sona 8 nəfər qalıb. 3-cü mərhələnin şərtləri ilə bağlı artıq keçən dəfədən məlumatlısınız. Sadəcə qısa istəyərdim xatırlatma edeyim. 3-cü mərhələnin spesifik şərtləri var, hansı ki biz burada tamamilə bütün hər şeyi qorumaq üçün bütün seçimləri sizə vermişik. Siz özünüz suallarla gəlmisiniz və Andex kollektivi olaraq o sualların heç biri ilə bağlı məlumatlı deyilik. Püşkatmamız olacaq. Püşkatmada öz rəqiblərinizi özünüz seçəcəksiniz və ona hansı sualı vermək lazımdır, hansı çətinlik dərəcəsində olacaqsa, onların hər birini özünüz təyin edəcəksiniz. Düzdür, burada biraz strateji davranmaq önəmlidir. Rəqibinizi tanımalısınız. Ona hansı sualı verməlisiniz, bu seçiminiz olacaq, sizin seçiminiz olacaq. Ancaq sualı verdikdən sonra burada bizim ekspertlər var. Biz o suala biraz baxacağıq, analiz edəcəyik. Çünki sualın şərti var idi. Mütləq qaydada sual 4 funksiya və əmrlə həll oluna bilən olmalıdır. Qarşı tərəf istər onu daha çox funksiya ilə həll eləyər, daha az funksiya ilə həll eləyər. Bu qarşı tərəfin seçimidir. Ancaq bizim şərtimiz bundan ibarət idi. Hər birinizə bol-bol uğurlar arzulayıram. Uğurlu olan, güclü olan inşallah qalib olsun. Buyurun Kamran. Təşəkkürlər. Yoldaşlar, bir daha bir-birimizi təbrik edirəm. İnşallah bütün oyun yaxşı keçər. Hər birinizə indidən uğurlar arzulayıram. Rəşad bəyin də qeyd elədiyi kimi, hal-hazırda püşkatma olacaq. Püşkatmada rəqiblərinizi seçəcəksiniz. Bütün gedişat daima bu lövhədə gördüyünüz qaydada getmiş olacaq. Bundan sonra əgər uçsaz hansı rəqiblə qarşılaşacaqsınızsa da artıq əvvəlcədən bəlli olur. Püşkatma bir dənə birinci mərhələ üçün olur ki, hansı rəqiblə belə deyim üz-üzə gəlmiş olacaq. Tapşırıqları birinci bizə təqdim edəcəksiniz, həllindən olan variantından. Əgər qaydalar çərçivəsindədirsə də rəqibinizə göndərəcəksiniz. Ya mail üzərindən, ya WhatsApp üzərindən onu artıq özünüz dəqiqləşdirə bilərsiniz, kimdə necə alınırsa da. Daha sonra şərtləri bir-birinizə izah edəcəksiniz və 20 dəqiqə ərzində bunu işləməli olacaqsınız. Kim əgər tapşırığı bitirdiyini düşünürsə də, hər bir stolun ətrafında zaten özünüz görəcəksiniz, nəzarətçi olacaq. Dərhal əlini qaldırır ki, bəs mən bitirmişəm. Amma xatırladım ki, bitirəndən sonra artıq müdaxilə edə bilməyəcəksiniz. Yəni filan şey yadımdan çıxıb, rəqib bitirmiş olmasa belə. Ona görə də rica eləyəcəm ki, tam əmin olaq doğruluğundan, daha sonra əlimizi qaldıraq ya da risk eləyə bilərsiniz. O da artıq sizin verəcəyiniz bir qərardır. Ondan sonra 20 dəqiqə bitdikdən sonra artıq biz gəlib yoxlayacağıq. Yəni dəqiq özünüz bir-birinizi yoxlayacaqsınız. Nəsə bir məqam olarsa da, sporlu məqam belə deyərdim. Onda bizim artıq belə deyəm ekspertlərimiz müdaxilə etmiş olacaq ora. Amma əgər heç bir nüans olmazsa da özünüz danışacaqsınız. Hə, misal üçün düz həll eləmişəm, düz həll eləmisən, birinci sən olmusan, təbrik edirəm, sən qalibsən. Aydındırmı fikrim? Bir sualımız varmı mərhələ ilə bağlı? Okey. Əgər qalib təyin olunmasa 20 dəqiqə ərzində ola bilər də, misal üçün heç kim tapşırığını belə deyim icra eləyə bilməsə, bizim 10 random, orada asan da var, nisbətən çətin də var, orta dərəcəli suallar da var. Bu artıq bəhs söhbət olacaq. Eləmin stola yaxınlaşacağıq. Özünüz bir dənəsini random şəkildə seçəcəksiniz onun içindən. Mənim şəxsi fikrimcə oradakı suallar elədir ki, bura qədər gəlib çıxmısınızsa da onu həll etməmək kimi bir variant olmayacaq. Orada sadəcə sürətə demək olar ki, məsələ həll olunacaq. Kim sürətlə qabağa düşəcəksə də, həmin tapşırığı tez eləyəcəksə də, o da qalib elan olmuş olacaq. Sual olan var yoldaşlar. Buyurun Ülfü bəy. 20 dəqiqə vaxt verilir. Bəli. Rəqib bizdən tez bitirsə, Okey. biz ona baxmayaraq davam Bəli, davam edirsiniz. Çünki rəqibin səhv etmə ehtimalı var, eləmə ehtimalı var. Siz tutaq ki, rəqibin sualını yoxlamağa başlasaz, o da düzgün həll etməmiş olsa, istər-istəməz vaxtdan gedir, orada vaxtı dayandırır, davam edir, söhbət olmayacaq. Ona görə hər tur üçün, misal üçün həll elədiniz, tapşırığı əminsiniz ki, doğrudur, oturub gözləyirsiniz 20 dəqiqəni tamam. 20 dəqiqənin tamamında zaten hamının işləməsi belə deyərdim yekunlaşmış olacaq. Bitirdi ya bitirmədi, fərqi yoxdur. Ondan sonra artıq başlayacaqsınız yoxlamağa. Buyurun. Yəni sualın əgər məzmunu rəqib üçün aydın olmasa, burada nədir? vaxtdan gedirmi yox? Yox. Birinci necə olur? Dediyim kimi. Zaten görürsünüz də, məsələn, rəqib işləyirmi ya işləmirmi? Birinci öz kompüterinizdə olur. Heç qarşı tərəfə göndərmədən, yaxud da göndərəndən sonra, misal üçün gəlin belə qərarlaşdıraq, göndərəndən sonra başlayırsınız şərti izah eləməyə. Bir-birinizə. Heç kim işləmir, prosta şərti izah eləyirsiniz. Şərt aydındırmı yoldaşlar? Hə, hamı üçün aydındırsa da, onda artıq vaxt start götürmüş olur. Okey, yəni 20 dəqiqə icra müddətidir və sizin fikirləşmə vaxtınızdır. Orada şərt izah, aydın məsələdir ki, misal üçün də burada ola bilər ki, kimsə tutaq ki, deyirəm, danışıq, izah qabiliyyəti nisbətən zəif olmuş olsun, ya öz fikrini çatdıra bilməsin. Ola bilər də indi kommunikasiyada nəsə problem olsun. Elə olanda da biz çalışacağıq, müdaxilə eləyək və onu izah eləmiş olaq, amma o vaxtdan getmir, narahat olmayın. İndi ola bilər ki, şərtlər bir stol üçün 1 dəqiqədə həll olunsun, o birisi stol üçün 3 dəqiqə, 5 dəqiqə çəksin, o vaxtdan getmir. Yəni hamıya şərtlər aydın olandan sonra 20 dəqiqə start götürür. Tapşırığını icra edib oturub gözləsin. Tutaq ki, 20 dəqiqənin sonunda hər iki tərəf düzgün həll edir, amma həll edib bitirmə vaxtlarını bilir. Yox, ona görə dedim də nəzarətçi olacaq. Bitirən kimi əlinizi qaldıracaqsınız ki, mən bitirdim.
Onu da bilinəcək ki, misal üçün siz birinci bitirmisiniz, ikinci yoldaş bitirib, tutaq ki, hə, məsələn kvizdə də düzdürsə də birinci bitirən kim idi? Siz də qalib gələcəksiniz. Xəyyam bəy oldu da, doğrudur. Bir nəfər yoxdur, o da o deməkdir ki, indi bəli, kimsə bəxtəbəxt hansı formada olmuş olacaq, mahiyyət etibarilə. Burada dediyim kimi, birinci adı indi yəqin ki, Rəşad bəy çıxardacaq. Tutaq ki, çıxacaq oradan Əli. Daha sonra Əli gələcək, öz rəqibini seçəcək, ona düşəcək Vəli. Sonra Vəli gələcək, misal üçün o birisi komandanı çıxardacaq və buradan başlayacaq bu tərəfdən yazmağa. Mahiyyət etibarilə elə bir dördüncü cütlüyə kimin adı düşmüş olsa, yəni orada bir növ kimin adı qalsa, o da ya da ola bilər nə? O pişiklərin içində həmin yoldaşın adı var da, o kimisə rəqib kimi düşmüş olsun, həmin cütlüyün qalibi hesab olunur avtomatik olaraq. O artıq bəxtdir, yəni burada bir müdaxilə alınmayacaq. Bəli, başlayaq. Seçimi, ilk seçimi Sahib. Sahib bəy, buyurun. Gəlin, zəhmət olmasa. İki yoldaşı siz seçin. Hər hansısa birini götürün, açın, içindən adı oxuyun. Şəbnəm xanım, zəhmət olmasa orada əyləşək və bildin də bu tərəfdən başlayacaq yazmaq. Şrift ölçüsünə görə narahat olmayın, avtomatik düzəldir. Xəyyam Abdullayev. Xəyyam bəy, gəlin öz rəqibinizi özünüz seçəcəksiniz. Hələlik ki, yer dəyişmələr eləməyək, atlar bəlli olandan sonra rəqiblər üzbəyiz əyləşərlər. Elə adı çıxardandan sonra öz yerinizə qayıda bilərsiniz. Hə, ola bilər. Bəli, bəli, gəlməyib zaten. Artıq cütlüyün qalibi məlumdur. Bəxtinə narazılıq eləyən kimi bir. Sahib birini də seç, çünki Sədi burada yoxdur deyən çıxartmaq olmayacaq. Sədi bəyin adını qeyd eləyək. Yox, orada qeyd elə, ha? Rüfət Allah verdi. Rüfət. Öz rəqibi seç. Artıq sənin bəxtin gətirməyəcək. 100% kimsə buradadır. Telefon istəyirsən ver, rahat çıxar. Şahin Musa bəy. Şahin bəy. Öz yerinə qayıt hələlik. Orada zaten rəqiblərin adları qeyd olunur. Okey. Ürsal Qurcaliyev. Vüsal bəy. Vüsal bəy, öz rəqibinizi çıxardacaqsınız. Və bundan da artıq o birisi cütlük də deyəsən məlum olur. Emir Abdullayev. Elmir bəy. Açaq. Açaq zəhmət olmasa. Sürpriz olaraq mənim adım çıxırdı oradan. Ülvi Məmmədov. Ülvi bəy. Ülvi gəl sonucunu da çıxar zəhmət olmasa. Orman Sadiyev. Orman bəy. Xəyyam bəy, birinci cütün qalibi kimi artıq növbəti mərhələyə yazaq. Şəbnəm xanım. Hal-hazırda yarımfinal davam edir. Nisbətən yavaş danışıram ki, iştirakçılara mane olmayaq. 4 sualdan cəmi biri həll olunub. Həyəcanla nəticələri gözləyirik.
Handex tərəfindən təşkil olunan artıq 4-cü Excel Olimpiyadasının final mərhələsinin sonuna gəldik. Qısa istəyərdim ki, məlumat verim. Biz 2023-cü ildən Handex təhsil mərkəzi olaraq ölkəmizdə bu Excel Olimpiyadasını təşkil edirik. Excel Olimpiyadasının məqsədi ölkəmizdə Excel bacarıqları yüksək olan insanları bir araya toplamaq, onları bir-biri ilə tanış eləmək və yekunda onları mükafatlandırmaqdır. Bu bizim üçün çox böyük bir zövqdür. 3 mərhələdən ibarət olan bir yarışdır və spesifik özünə məxsus şərtləri var. Bugünkü yarışımız da çox maraqlı keçdi və mən istəyərdim ki, birinci yerin qalibi olan Şahin bəyi dəvət edək bura. Təbrik edirik sizi Şahin bəy. Bu simvolik olaraq bizim bir hədiyyəmizdir. Gəlin. Demək, birinci yerimizin qalibi bizdən 300 AZN pul mükafatı və 200 manatlıq təlim paketi də qazanır. Buyurun, bunu da sizə formada istəyirsiniz, bunu saxlayın siz. Bunu da belə bir formada. Təbrik edirik sizi. Təbrik edirik. Canla, buyurun. İlk növbədə hər birinizə təşəkkür edirəm bütün iştirakçılara. Çox sağ olun iştirakınız üçün. Fikirləşirəm ki, çox maraqlı oldu, xüsusilə final mərhələsi. Hamımız həyəcanla özünüzdə gördünüz ki, necə belə deyərdim, son izahlara baxırdıq. Bir də bütün qalibləri təbrik edirəm. Orman Sadiqov isə bura dəvət edirəm, ikinci yerin qalibi. İkinci yer 200 AZN pul mükafatı və 100 AZN Handex'də keçirilən bütün təlimlərə endirim qazansınız. Təbriklər. Sertifikat. Buyurun. Təbriklər bir daha. Raqil bəy. Mən də iştirak edən hər kəsi təbrik edirəm və 3-cü yerin qalibi Elmir Abdullayevi dəvət edirəm. Buyurun. Çox sağ olun.